bir neçə orka birləşəndə nəhəng balinanı belə yorub öldürə bilir və bunu elə planlı edirlər ki, insan baxanda şok olur. Məsələn, bəzi orkalar buzun üstündə duran suitini ovlamaq üçün birlikdə dalğa yaradır. Bax bunu təsəvvür elə, bir neçə orka eyni anda suya güc verir. Böyük dalğa yaranır və suitini buzun üstündən suya salırlar. Bu artıq sadəcə heyvan davranışı deyil, bu taktika və hesablamadır. Qardaşlar, alimlər bunu görəndə şok içində qalmışdı. Çünki bu cür koordinasiyanı çox az heyvanda görmək olur. O ki qaldı köpək balıqlarına. Ən maraqlı hissə isə budur. İnsanların çoxu elə bilir ki, okeanın kralı böyük ağ köpək balığıdır. Amma yox, əsl kralı orkadır. Hətta bəzi bölgələrdə köpək balıqları orka səsi eşidən kimi ərazini tərk edir. Sən bir düşün, hamının qorxduğu köpək balığı başqa canlıdan qorxur. Səbəb isə sadədir, orkalar köpək balığının zəif nöqtəsini bilir. Onlar köpək balığını arxası üstə çevirirlər. Bu zaman köpək balığı tonik immobilite deyilən vəziyyətə düşür. Yəni müvəqqəti iflic olur və orka sakitcə onu parçalayır. Ən maraqlısı isə odur ki, bəzi orkalar köpək balığının təkcə qaraciyərini yeyir. Çünki qaraciyər çox enerji verir. Yəni orka sadəcə öldürmür, seçərək ov edir. Bu isə peşəkar ovçu səviyyəsidir.